Şəhid Həsənov Novruz Hacıbabaoğlu 30 noyabr 1958-ci ildə qədim Kəlbəcərdə dünyaya göz açıb. Uşaqlıqdan zəhmətkeşliyi və savadı ilə seçilən Novruz 2 saylı tam orta məktəbi əla qiymətlərlə bitirib. 1976-78-ci illərdə hərbi xidmətini şərəflə başa vurub. 1988-ci ildə atasını itirən Novruz ailəsinin yükünü çiyinlərinə aldı. 8 övladlı ailədə böyüyən bu vətən oğlu hər zaman ailəsinə və torpağına bağlı olub. 1993-cü ildə Milli Ordu sıralarına yazılan Novruz Həsənov Füzulidə döyüşlərə qatıldı. Torpağa olan sevgisini əməli ilə sübut etdi və döyüşlərdə yüksək atıcılıq məharəti göstərdi. 1994-cü il yanvar ayının 7-sində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə snayper gülləsinə tuş gələrək şəhadətə ucaldı. Novruz Həsənovun igidlik dolu hekayəsi xüsusi buraxılışla Amidə Zeynalovanın təqdimatında.